Tarix yalnız keçmişin xatirəsi deyil, o həm də bugünün mənəvi ölçüsüdür. Tarixi unutmaq və ya məqsədli şəkildə təhrif etmək isə sadəcə ədalətsizlik yox, həm də siyasi zəiflikdir. Təəssüf ki, Fransa hökuməti bu günlərdə məhz belə bir addım atıb. Mayın 8-də Parisdə 2-ci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə təşkil olunan dövlət tədbirində Azərbaycan nümayəndəliyinin, xüsusilə səfir Leyla Abdullayevanın tədbirə dəvət olunmaması bunun bariz nümunəsidir. Bu sadəcə bir protokol səhvi deyil. Bu, Fransanın rəsmi dairələrinin Azərbaycanın müharibəyə verdiyi tarixi töhfəni bilərəkdən görməməzliyə vurması və münasibətlərdə diplomatik hörmətsizlik nümayiş etdirməsidir. Azərbaycan Respublikası Avropada faşizmin aradan qaldırılması üçün, məhv edilməsi üçün 400 mindən çox insan qurban verib. Və bu qədər böyük fədakarlığa getmiş bir ölkənin təmsilçisini, onun səfirini bu tədbirə dəvət etməmək Fransa siyasi hakimiyyətinin Azərbaycana qarşı açıq-aşkar qərəzli siyasət apardığının göstəricisidir. Düşünürəm ki, bu Fransa siyasi hakimiyyətinə heç bir hörmət və rəğbət gətirmir. Əksinə, Fransa siyasi hakimiyyətində marginalların və populistlərin yer aldığını, yer tutduğunu göstərir. Bu vəziyyətin dəyişməsi isə Fransa cəmiyyətindən, Fransa xalqının gələcək seçkilərdəki fəal iştirakından və obyektiv dəyərləndirməsindən asılı olacaq. Halbuki tarix susmur. Azərbaycan bu qələbənin əldə olunmasında həm insan resursu, həm də enerji təminatı baxımından misilsiz rol oynamış ölkələrdən biridir. Yalnız rəqəmlərə baxmaq kifayətdir. 2-ci Dünya müharibəsində 600 min Azərbaycanlı vuruşub, onların 300 mini geri dönməyib. Ölkə əhalisinin demək olar ki, hər 10-cu sakini həyatını itirib. Azərbaycan nefti isə Sovet ordusunun əsas güc mənbəyi olub. Tankların, təyyarələrin, arxa cəbhənin dayaq sütunu kimi. Bütün bunlarla yanaşı Azərbaycanın bu müharibədə göstərdiyi qəhrəmanlıq yalnız şərq cəbhəsi ilə məhdudlaşmayıb. Fransa torpaqlarında da azərbaycanlılar azadlıq uğrunda mübarizə aparıblar. Onların içində ən parlaq adı isə Əhmədiyyə Cəbrayılovdur. Fransa müqavimət hərəkatının qəhrəman döyüşçüsü olan Cəbrayılov təkcə Fransanın deyil, bütün Avropanın azadlığı üçün qəhrəmancasına vuruşub. Fransa dövləti ona hərbi xaç, cəsarət medalı, fransız müqavimət hərəkatı və digər yüksək mükafatlar təqdim edib. Belə bir tarixi gerçəkliyi bugün siyasi məqsədlər naminə görməməzliyə vurmaq əslində Fransa hökumətinin öz keçmişinə hörmətsizliyidir. Macronun komandasının bu davranışı sadəcə ucuz diplomatik gediş deyil, bu həm də etik və mənəvi dəyərlərin siyasi manipulyasiyaya qurban verilməsidir. Unutmayaq, tarix qarşısında susmaq, gələcək qarşısında cavabdehlikdən qaçmaq deməkdir.